Qazaxda Heydər Əliyev prospektində keçid zolağının olmaması sakinləri narazı salıb. Prospekt boyunca 2 məktəb, bir uşaq bağçası var və uşaqlar hər gün bu yoldan keçirlər. Yüksək sürətlə şığıyan maşınlar 4 yolun məhz bu prospektdə kəsişməsi özəlliklə azyaşlılar üçün ciddi təhlükə və təlaş mənbəyidir. Yəni bu yolu görürsünüz də, bu yolda sürətli maşınlar gedir, övladlarımız çıxıb oynayamır burada. Çox təhlükəlidir. Demək olar ki, yol səkiləri yoxdur. Uşaqlar məcbur ki, yolda oynasın və bunu da sürətli olduğuna görə xahiş edirəm, buraya trampillər qoysun ki, bizim evlatlarımız təhlükəsindən uzaq olsun. Üzümüzü belə çörürük, belə çörənə kimi görürsən, o maşın saatda 100-120, bəlkə 150 gedir burada. 2 dəfədən mənim qardaşım oğlunu maşın vurubdur. Hala da müraciət edirik, deyirlər yaşır. Ona görə bunu eləmirlər ki, maşın vurub bura tələdir. Bura onların tələsidir. Buranı da çağırırlar, haqqın hesabını alırlar, buraxırlar. Haqq hesabını alıb buraxırlar, 2 dəfə vurub. İnansı ölçü götürülübdür, 2 dəfə şah vurulub. 2 dəfə şah vurulub, heç bir ölçü də götürülməyib, heç bir tramplin də qoyma fikirləri yoxdur. Deməkdən də yorulmuşuq. Kimə deyirsən, deyib bizlikdir, həkimlikdir. Bunu kimə müraciət eləmək lazım? Qazaxdakı 6 saylı uşaq bağçasının müdiri Şəfiq Əhmədova da yollarda keçid zolağının olmamasından narazıdır. Bağçamızın amma elə bir yerdə yerləşir ki, qarşısından böyük yol keçir də. Bu yoldan uşaqları qorumaq biraz çətinlik yaradır. Bağçaya gələn valideynlər, uşaqları aparan valideynlər oradan keçərkən sürətli maşınların gəliş-gedişi olur. İstəyərdik ki, bizə kömək kimi o yolda tramplin qoyulmasına və yaxud da bir nişanə vurulması olsun ki, oradan keçən maşınlar, sürücülər bilsinlər ki, burada bağça yerləşir. Bağçanın qarşısından keçərkən uşaq böyük çıxa bilər oradan. Bir balaca sürəti azaltmaq lazımdır. Qazax şəhərinin icra nümayəndəsi Akif Vəliyevin sözlərinə görə, o bu məsələ barədə rayon icra başçısını məlumatlandıracaq və problem yaxın günlərdə həllini tapacaq.